Rəhman və Rəhim olan Allahın adıyla. Salam, xoş gördük əziz müsəlmanlar. Allah tutduğunuz orucları, etdiyiniz ibadətləri qəbul etsin. Bugünkü mövzumuz Quran-ı Kərimin İnsan surəsinin 3-cü ayəsindəndir. Mütəal olan Allah İnsan surəsinin 3-cü ayəsində buyurur: Biz insana yolu göstərdik. İstəyir insan bunun müqabilində şükür etsin, istəyir küfr etsin. Şükür və küfr mövzusu İslamda mühüm olan mövzulardandır. Və biz bu günləri danışacağımız mövzu bir hissəsinə aiddir bu ayənin, əlbəttə şükür mövzusuna. Biz şükür mədəniyyətinə İslamda baxanda, İslam dini Peyğəmbərimizin təlimlərində və məsum imamlarımızın təlimlərində bizlərə nə cür şükür etməli olduqlarımızı, hansı hallarda şükür edəcəyimizi və hansı hallarda Allaha həmd və səna edəcəyimizi bizlərə öyrədir. Yəni, bu şükür bir mədəniyyət kimi formalaşıb. İstər bu insan maddi nemətlərə görə, istər mənəvi nemətlərinə görə, istər qazanclarına görə, istər itirdiklərinə görə hətta şükür etməyi bizlərə tapşırıblar. Əxlaq alimləri bu hədislərə əsasən və ayələrimizə əsasən əlbəttə ki, şükrün özünü 3 yerə bölüblər. Məsələn, buyururlar ki, bir dildə olan şükrümüz var, bir qəlbdə olan şükrümüz var, bir əməldə olan şükrümüz var. Bunların hamısı ayrı-ayrılıqda özləri bir mövzudur. İnşallah gələn aylarımızda bunların barəsində daha ətraflı bir şəkildə danışarıq. Bu şükrü bir neçə yerə bölürlər. Məsələn, Peyğəmbərimiz Əbu Zər Qəffariyə öz vəsiyyətində ki, Əbu Zərə şükür barəsində nə cür vəsiyyət eləyir, nələr söyləyir, Peyğəmbərimiz Əbu Zərə nələr tapşırır. Təxminən Peyğəmbərimizin ki, o elm çeşməsindən, hikmət çeşməsindən su içmiş Əmir-əl-Möminin Əli ibn Əbi Talib əleyhissalam həmin o sözləri öz məktubunda, Haris ibn Həmdaniyə yazdığı məktubunda Harisə deyir, təxminən Peyğəmbərimizin Əbu Zərə etdiyi vəsiyyətin eynisini, təxminən eynisidir. Buyurur həmin məktubda ki, özündən həmişə imkanında aşağı olan insanlara nəzər sal. Əgər bu cür etsin, Allah sənin üzvə şükür qapılarını açar. Bu cür eləsin, özündən aşağılara baxsın, imkan cəhətdən zəiflərə baxsın, şükür eləməyi bacaracaqsan. Allah şükrün qapılarını sənin üzvə açacaq. Məsələn, birində görürsən ki, filan şey yoxdur, adını çəkməyim. Hər hansısa bir maddi nemət filan şey yoxdur. Səndə var, amma sınıq salxaq da olsa var. Yəni, zəifdir, aşağıdır biraz, amma var. Buna görə Allaha şükür eləginən. O qədər şükür eləməyə bizim yerlərimiz var, o qədər şükür eləyəcəyimiz şeylərimiz var ki, məsələn, biz baxsaq bu günləri bu dünyada biz şükür eləyəcəyik öz vəziyyətimizə və bu şükrün mədəniyyəti bizə yavaş-yavaş formalaşacaq. Allahın bizə verdiklərinə görə şükür eləməyi bacaracaq. İmanımız bir o qədər böyüyəcək ki, biz keçən səfər danışdıq təvəkkül barəsində ki, işlərimizi Allaha təvəkkül eləyək və Allaha təvəkkül eləyəndən sonra bizim işlərimizi Allahın öhdəsinə qoyuruq. Allah bizim işlərimizi gözəl bir şəkildə eləyir. Məsələn, imamımız o qədər böyüyəcək ki, biz təvəkkül edəcək. Hətta deyəcək ki, itirdiklərimizə görə də Allaha şükür eləyəcək. Baxın, itirdiklərimizə görə Allaha şükür eləyəcək. Artıq imam böyüyüb, işlərimizi ki, Allaha həvalə etmişik. Arxayınıq ki, Allah bizə daha yaxşısını, daha məsləhət olanını verəcək və bunun müqabilində Allaha şükür eləyirik. İtirdiklərimizə görə Allaha şükür eləyək və qazandıqlarımıza görə də Allaha şükür eləməyi eyni zamanda bacarmalıyıq. Ümumiyyətlə, şükür özü bir mədəniyyətdir. Bu mədəniyyət hər bir tərəfdə İslam dinində yaşanır və özünü göstərir. İstər bu süfrə arxasında olsun, istər bu səfərə çıxan zamanda olsun, istər bu dərs oxuyan zamanda olsun. Hər bir halda bu şükür mədəniyyəti
var İslamda, böyük bir mədəniyyətdir, böyük bir nemətdir və Allahdan istəyir ki, Allah bizləri bu mədəniyyəti yaşayıb və yaşadanlardan qərar versin inşallah. Sağ olun, Allahın amanında qalın.